Biz Çin səfərindən sonra ilkin əməkdaşlığın bəhrələrini görmüşük. Hazırda Naxçıvan Dövlət Universitetinin birinci mərhələdə yay məktəbinə start verilib və Naxçıvan Dövlət Universitetinin Memarlıq Mühəndislik Fakültəsinin professor müəllim heyəti Çində yay məktəbində iştirak edirlər. İkinci yay məktəbi hazırlığı proqramı təşkil olunur. Bu avqust ayında 25 günü əhatə eləyəcək. Yenə də burada bizim həm İqtisadiyyat, həm Memarlıq Mühəndislik Fakültəsinin, həm də Təbiətşünaslıq Kənd Təsərrüfatı Fakültəsinin professor müəllim heyətinin eyni zamanda ingilis dili bilən tələbələrimizin bu təlimlərdə iştirakı təmin olunacaq. Təbii ki, bu əməkdaşlıq müqaviləsi hələ bir ilkin variantda akademik mübadilə, tələbə mübadilə proqramları, yay məktəblərinin təşkil olunmasını əhatə eləyəcək, ixtisas artırma kurslarına cəlbə əhatə eləyəcək və gələcək dövrlərdə isə, yəni gələn ildən etibarən isə biz Peşə Universiteti ilə, Urumçi Peşə Universiteti ilə ikili diplom proqramlarının həyata keçirilməsini nəzərdə tutmuşuq. Bu sahədə müvafiq ixtisasların hazırlığı gedir. Və bu müqavilənin bir yeniliyi də ondan ibarətdir ki, bilirsiniz ki, bu tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Çin dili ixtisası fəaliyyətə başlayacaq və bu Çin dili ixtisasında dərs deyəcək müəllimlərin biri, professorların biri məhz bu gün müqavilə imzaladığımız universitetdən dəvət olunub. Sentyabr ayından etibarən həmən professor Çindən Naxçıvan Dövlət Universitetinin ezam olunacaq və Çin dili ixtisasında tələbələrimizin dil bacarıqlarının inkişafını təmin etməyə bizə kömək edəcək. Bu sahədə hesab edirəm ki, Naxçıvan Dövlət Universitetinin təşəbbüsü qısa vaxtda Naxçıvan mühitində Çin dilinin təbliği, yayılması və genişlənməsi, eyni zamanda Çin təhsili modelinin Naxçıvan Dövlət Universitetində öyrənilməsi və öyrədilməsini təmin edə biləcəkdir və ümid edirik ki, Çin tərəfdən universitetlərin bu məsələyə ilkin addımlarda ciddi münasibəti böyük ümidlər verir və əminik ki, həm Çin, həm Naxçıvan Dövlət Universitetində yaradılmış işçi qrupunun fəaliyyəti nəticəsində qısa vaxtda biz bu əməkdaşlıq müqaviləsinin və digər Çin universitetlərinin olan müqavilələrimizin uğurlu bəhrəsini biz ictimaiyyətə açıqlayacağıq. Uğurlar arzulayıram.